Yegana kənddir ki, 13 kəndlə əhatədə yerləşir. Lənkəranın Separadi kəndi qədim Talış kəndidir. Kəndin tarixçisi deyir ki, burada hər kəs Talış dilində danışmağa üstünlük verir. Kəndin adı elə onun sırf Talış kəndi olduğunu sübut edir. Belə ki, Separadi sözü Talış sözüdür. Se Talış dilində 3 deməkdir. Pua yəni para deməkdir. Di kənd deməkdir. Separadi. Yəni 3 para kənd. Və vaxtı ilə burada yaşamış olan insanlar məhəlləyə bölünüblər. Kəndin aşağı məhəlləsi, orta məhəlləsi, yuxarı məhəlləsi. Bu birləşdirilir və separadi məfhumu yaranır. Kəndin əsas məşğuliyyəti heyvandarlıqdır. Sitrus bağlarına da kənddə maraq çoxdur. Şöhrət Cəfərov deyir ki, elə bu səbəbdən kəndin dolanışığı yaxşı vəziyyətdədir. Vaxtı ilə bizim kəndimiz çayçılıqda rayonda birinci idi. O baxımsızlıq, ölkənin çox çətin vəziyyəti, SSR-nin dağılması, o vaxtı bunlar hamısı məhv oldu. İndi sitrusu yerləşdirirlər. Məsələn, onlardan biri də mən özüm. Müəllimə ilə birlikdə biz təqaüddəyik, pensiyadayıq daha doğrusu. Vaxtımızın çox hissəsini bax öz evimizdə limon da əkmişəm, mandarin də varımdır, apelsin də varımdır. Separadi fərqli memarlıq üslubu ilə diqqəti cəlb edir. Tarixçinin sözlərinə görə vaxtı ilə qırmızı kərpic hazırlamağa maraq olub deyə indi də bu ənənəni davam etdirənlər var. Elə 19-cu əsrdə tikilən məscid bunun bariz nümunəsidir. Başqa yerlərdə məscidlərin simasını dəyişdiriblər. Yəni ona başqa bir şeylər əlavə ediblər, genişləndiriblər. Ancaq bizim məscidimiz elə tikilib ki, onu dəyişdirmək heç mümkün olmayıb. Bizim məscidimizin kümü də qırmızı kirəmitdir. Başqa yerdə hamısı şifirdir, başqa şeydir. Ancaq bizim məscidimiz o vaxtdan tikilib, həmin o kirəmitdən ibarətdir. Və onun üstündə də yazılıb. Yəni bunu hazırlayan Hacı Orucdur. Bunu hazırlayan Hacı Nurulladır. Onların kərpic kürələri və biz ona soğal deyirik Talış dilində. Şöhrət Cəfərov bildirir ki, qırmızı kərpic hazırlamaq qazanclı sənət olub. Atamızdan xahiş elədik ki, bizə də öyrədin bu sənəti. Bizə öyrətdilər, onlar da bizə kömək elədilər. Bir kürə, təqribən hər bir kürədə 3000-4000 olurdu kirəmit. Biz onu satdıq və təsəvvür edin ki, o pulu gördük, dəhşət xeyrin pulu idi, bizə çatdı. Və özümüzə əyin baş aldıq, məktəbə getdik. Bütün tələbələr hamısı baxdılar bizim tamaşamızda ki,